Bir gün Əbu Darda radiyallahu anh gecə namazı qılırdı. Namazını bitirdikdən sonra uzun müddət ağladı. Sonra belə dedi: Allahım, mənə iman nemətini bəxş etdin, məni İslamla şərəfləndirdin, məni sənə səcdə edənlərdən etdin. İndi isə səndən qorxuram ki, məni özündən uzaqlaşdırmayasan. Sonra üzünü torpağa qoyaraq dedi: İnsanlar yatıb rahat olurlar. Amma Allah Azze və Cəllənin razılığını axtaranın rahatlığı necə olsun? Səhər açılana qədər dua etdi. Qardaşım, bu sözləri deyən insan Muhammed sallallahu aleyhi və səlləmin tərbiyə etdiyi sahabələrdən idi. Bununla belə öz ibadətinə güvənmirdi. O, Allah Azze və Cəllənin rəhmətinə ümid edirdi. Əzabından isə qorxurdu. Allah Azze və Cəllə isə buyurur: onlar qorxu və ümid içində bizə dua edərlər. Ey qardaşım, biz də ibadətlərimizə deyil, Allah Azze və Cəllə rəhmətinə güvənək. Çünki cənnətə əməlimizlə deyil, Allahın rəhməti ilə daxil olacağıq.